Ermənistan mətbuat konfransında Zəngəzur dəhlizi və kommunikasiyaların açılması məsələsinə də toxundu. Nə dərəcədə real görünür? Abu-Dabi görüşündən sonra, Azərbaycan və Ermənistan liderlərinin Abu-Dabi görüşündən sonra müəyyən pozitiv mesajlar verir və ümidverici bəyanatlar səsləndirir və mən hesab edirəm ki, burada əldə olunan razılaşmalar əgər varsa, çünki danışıqlar əslində çox konfessional getdi və ona görə də biz orada nəyin razılaşdırılıb, razılaşdırılmadığını deyə bilmərik. Amma orada müəyyən qədər irəliləyiş baş verirsə, bu daha çox kommunikasiyaların açılması ilə bağlıdır. Amma yenə də orada mübahisəli məsələlər var. Birincisi, Ermənistan dəhlizin açılması məsələsinə gəlincə, ilk növbədə onu qeyd edək ki, Ermənistan gizlətmir və açıq şəkildə bildirir ki, həmin Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz, yəni yüklərin nəqliyyat vasitələrinin və vətəndaşların maneəsiz və təhlükəsiz keçidini təmin etmək mümkündür və bunu outsourcing prinsipi əsasında təmin etməyə razıdır. Və Ermənistan Xarici İşlər Nazirinin müavini Manasakan Safaryan da dedi ki, bu prinsiplər Ermənistanın maraqlarına cavab verərsə, biz həmin deməli Azərbaycanın Ermənistan vasitəsilə Naxçıvana hərəkətin təmin olunmasına etiraz etmirik, razıyıq. Bax, mən hesab edirəm ki, bu Ermənistan bunu nəzərdə tutur və Nikol Paşinyan da mətbuat konferansında dedi ki, əslində burada Rusiya bir mesaj verdi. Məsələn, outsourcing prinsipindən biz burada istifadə etmişik. Məsələn, Cənub Qafqaz dəmir yollarını. Biz bu təcrübə var. Yəni, Cənub Qafqaz dəmir yollarının bilinir ki, məlumdur ki, konsensiyası kimdədir? Rusiyadadır. Təbii. Yəni ki, bunu sən istifadə edə bilirsənsə, mən bunu Amerikaya da mən bunu icarəyə verə bilərəm və bu yolla hərəkətin təmin olunmasına şərait yarada bilərəm. Amma burada ziddiyyətli məqam ondan ibarətdir ki, Ermənistan bizim o nəzərdə tutduğumuz, hansı ki 2020-ci il 10 noyabr bəyanatına əksini tapmış Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. Yoxsa başqa variantı mı? Çünki həm Paşinyanın açıqlamasından, həm də digər Ermənistan rəsmilərinin açıqlamasından belə görünür ki, biz bunu Britaniyanın mətbuatı olan Middle East Eye nəşrində də gördük ki, belə bir variant hələlik üstündə dayanırlar onlar. Deməli, Paşinyanın bir təklifi var. 2025-ci il martın 4-də o Armen Press nəşrində bu təklifi irəli sürüb məqaləsində. O deyir ki, Azərbaycandan Ermənistan vasitəsilə Azərbaycana, Ermənistandan Azərbaycan vasitəsilə Ermənistana bir nəqliyyat şəbəkəsi qurulsun. Bilirsiniz, bu nə deməkdir? Bu deməkdir ki, Azərbaycan Horadiz, Meğri, Arazdəyən, Naxçıvan, Ordubad, Naxçıvan dəmir yolu marşrutundan istifadə edir. Bu dəhliz olur. Digər tərəfdən Ermənistan isə nüvədi, Arazdəyən, Naxçıvan, Ordubad yenidən gəlir Meğriyə. Bu o deməkdir ki, sanki bir nəfər qapısı açıqdır, öz həyətinə çıxmaq əvəzinə pəncərədən keçir qonşunun həyətinə, oradan gəlir hasardan aşır, darvazadan aşır, təzədən öz həyətinə girir. Axı, Azərbaycan öz ərazisində, nəyə görə Naxçıvan ərazisində Ermənistana dəhliz verməlidir? Nə üçün? Çünki axı, parçalanan Azərbaycan ərazisidir. 1920-ci ildə bolşeviklər qanunsuz olaraq Zəngəzuru veriblər Ermənistana və Azərbaycan iki hissəyə bölünüb. İndi bu iki hissə arasında maneəsiz və təhlükəsiz əlaqəni təmin etmək lazımdır. Ermənistan isə bölünməyib, əksinə Azərbaycan torpaqları hesabına qanunsuz bir erməni dövləti, süni erməni dövləti yaradılıb. Və üstəlik bunun Ermənistan ərazisi bölünmədiyi halda nəyə görə biz öz ərazimizdə üstəlik bir dəhliz də verməliyik? Yəni, burada nə siyasi, nə hüquqi məntiq yoxdur. Bax, bu baxımdan onların Zəngəzur dəhlizi məsələsinə tam belə bizim nəzərdə tutduğumuz kimi müəyyən istədiyimiz razılaşmaya gəldiyini mən müəyyən qədər şübhə edirəm.